İslamda təsəvvüf nədir ümumiyyətlə anlamı? İslamda təsəvvüf nədir anlamı? Bir qədər bu sualı çox verirlər. Yəni internetdə də var, araşdırmaçılar da verir. İslamda təsəvvüf anlayışı biraz mən belə deyək, qəbul eləmədiyim anlayışdır. Çünki İslamda təsəvvüf yox, elə təsavvuf dediyimiz İslam özüdür. Yəni təsavvufla İslam başqa bir şey deyil. Ən azından mənim baxışıma, araşdırdığıma görə, tarixə baxdığımıza görə təsavvuf İslamın özüdür. Hələ 2009-cu ildə 7 il yarım bundan əvvəl biz dostlar bir yerdə öz büdcəmizlə 6 ay dərgisi çıxartmışdıq. Siz elə məni dəvət edəndə mənim o yadıma düşdü. Mənim orada yazım gedibdi. Yazının da adı belədir. Təsavvuf nədir? İslamda təsavvuf yox, yazının adını elə vermişəm. Təsavvuf nədir? Bu yazımda mən təsavvufun 3 tərifini vermişəm. Baxmayaraq ki, təsavvufun yüzlərlə tərifi var. Mən bu yazımda təsavvufun 3 tərifini vermişdim. 1. Təsavvuf kainatın tək dininin gerçəkləşməsidir. Həzrət Adəmdən ta qiyamətə qədər Allah Taala'nın bir tək dini var. Allaha təslim olmaq dini. Düzdür, Quranda ayə var ki, Allah qatında yeganə din İslamdır. Amma İslam deyəndə, yəni silim, təslim kəlməsinə gəlir. Allaha təslim, Allahın yanında yeganə keçərli din Allaha təslim olmaqdır. Təsavvuf da bax odur. Bir qrup xristianların içində bir qrup insan ola bilər ki, gerçək İncili yaşayarlar. Bax, onlar Allaha təslim olanlar da təsavvuf odur. Yahudilərin içində bir qrup ola bilər ki, gerçək təhrif olunmuş yox, Allahın göndərdiyi gerçək Tövratı yaşayarlar. Bax, təsavvuf odur. Ayinlər fərqli ola bilər, amma əsas məsələ odur, hədəfləri Allaha təslim olmaqdır.